İyun ayında qeyri-iş günlərinin sayı məlum olub. Doğru Xəbər Azərbaycan xəbər verir ki, iş vaxtı norması və istehsalat təqviminə əsasən iyunun 6 və 7-si Qurban Bayramı, 15-i Milli Qurtuluş Günü, 26-sı isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. İyunun 7-si şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarlarına görə 5 günlük iş həftəsində 9 iyunda da iş olmayacaq. Beləliklə, Qurban Bayramı ilə əlaqədar olaraq 4 gün ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri istirahət günləridir. Eləcə də iyunun 15-i bazar gününə təsadüf etdiyindən 16 iyunda qeyri-iş günü olacaq. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla iyunda qeyri-iş günlərinin sayı 13 gün təşkil edəcək.